Məsəl üçün konsertdə olub da, konsertdə gələn məsəl bizim musiqiçilər var, konservatoriyanın bir yerdə bitirmişik. Xorda deyir ki, bizə elə əsərlər gətirirlər ki, biz fikirləşirik ki, yəni əlbət o yazanlar Fikrət Əmirov, Üzeyir Hacıbəyovlar daha orada qaldılar. İndi belə yazanlar yoxdur. Elza xanımın konsertindən sonra biz bildik ki, yazan var, yazan da var, yazdıran da var. Yenə onu siz araşdırmadan, bilmədən öz bəsət fikirlərinizi sevirəm də onun masallarını. Bizim xalq artistimiz... Elza xanım, müraciət edin. Rasima xanım, bizim məşhur xalq artistimiz Flora Kərimova Elza xanımın əşyalarım şeirini dinləyəndən sonra və onu canlı tiyatrolaşdırmış. Mən onu bəstəkar kimi, müğənni kimi sevirəm, gözlərimin üstünə qoyuram. Ən çox da onun geyimi də həmçinin. Amma şeir aləmdə mənim üçün Elza xanım şair deyil. Bizim nəinki Elza xanımın... Qəbul edib, Allah canları sağ verəsin. Bir dəqiqə icazə verin, biz də danışaq da. Elza xanımın teatrallaşdırılmış əşyalarım şeirini göstərdilər konsertlərinin birində. Flora xanım çıxdı və Elza xanımdan üzr istədi.